Salam. Bugünkü dərsimiz 8-ci sinif 2-ci hissədən. Mövzumuz olacaqdır 6.3 onurğalı heyvanların həyat dövriyyəsi. Bax, bu şəkildə gördüyünüz kimi quşlara aid nümunələr və onların yuvasında olan yumurtaların təsviri verilibdir. Bildiyiniz kimi təbiətdə elə heyvanlar var ki, onlar çürü tökür. Elələri var, bax belə gördüyünüz kimi yumurta qoyur. Bəziləri isə diri bala doğmaqla öz nəsillərini davam etdirmiş olurlar. Heyvanlarda mayalanmış yumurta hüceyrələr və ya ola bilər ki, dişinin bədənində, yaxud da ola bilər ki, kənarda inkişaf etmiş olsun. Həmçinin də yumurta hüceyrələrdə az və ya çox dərəcədə yumurta sarısı adlanan sarılıq olur ki, o adətən rüşeyimin inkişafı üçün lazım olan qida maddəsi ilə onları təmin etmiş olur. Bu canlıların çoxalmasında hansı ümumi və fərqli əlamətlər var? Bildiyiniz kimi bunlar hamısı cinsiyyətli çoxalma, yəni cinsiyyətli yolla çoxalan orqanizmlər hesab olunurlar. Onlar qamet əmələ gətirirlər, yumurta hüceyrə və spermatozoidlər əmələ gətirir. Onların birləşməsindən zigot yaranır, onun inkişafı isə yetkin, yəni balanın doğulması və sonra isə inkişaf edərək yetkin hala çatıb nəsil verməsi ilə nəticələnmiş olur ki, bu da həyat dövriyyəsi hesab olunur. Ümumilikdə götürsək həyat dövriyyəsi orqanizmin ziqotdan başlayaraq yetkinliyə çatması və növbəti nəslə başlanğıc verməsinə qədər bütün inkişaf mərhələlərinin cəmi hesab olunur. Elə heyvanlar var ki, onlar yetkin dövrə çatması üçün bir neçə çevrilmə həyata keçirirlər. Yəni, onlar oxşamırlar, sonradan çevrilmə həyata keçirdikdən sonra oxşayırlar ki, bu cür çoxalma da metamorfoz adlanmış olur ki, bunlar deməli, bəzi orqanizmlər yalnız ölçülərinə görə böyüyür və yetkin fərdə oxşamış olur. Baxırıq fəaliyyətə. Heyvanların çoxalma üsullarına gəlincə fəaliyyətdə canlıların qrupu verilibdir, çoxalma üsulları qeyd olunubdur, yumurta qoyanlar, çürü tökənlər, bala doğanlar. Baxırıq, burada verilibdir həşəratlar. Bildiyiniz kimi həşəratlar yumurta qoymaqla çoxalır, əksəriyyəti yumurta qoymaqla çoxalır. Balıqlar əksəriyyəti çürü tökməklə çoxalır. Çürü tökməklə çoxalır. Suda qurda yaşayanlara gəlincə, onlar da bildiyiniz kimi çürü tökürlər. Onların inkişafı su mühitində çürünün mayalanmasının nəticəsində sonra inkişaf etmiş olur. Sürünənlərə gəlincə, sürünənlər bildiyiniz kimi yumurta qoyurlar. Onların yumurtaları xüsusi qabığın içərisində yerləşmiş olur. Onları xarici mənfi təsirlərdən, qurumaqdan və s. əlamətlərdən qorumuş olur. Quşlara gəlincə, quşlar da bildiyiniz kimi yumurta qoyurlar. Yəqin ki, hər biriniz toyuq yumurtasını müşahidə etmişsiniz. Məməllərə gəlincə, məməllər isə bala doğurlar. Onlarda xüsusi balalıq adlanan, belə yazım, zərər yoxdur, böyük oldu. Deməli, xüsusi balalıq adlanan əzələli orqan vardır ki, orada rüşeyimin inkişaf etməsi və tam balanın doğulması ilə nəticələnmiş olur. Onurğalı heyvanlarda cinsiyyətli çoxalmaya gəlincə, biz balıqların burada gördüyünüz kimi dişi xanı balığının təsviri verilibdir. Bildiyiniz kimi bunlarda cüt yumurtalıq, erkək fərdlərdə isə cüt toxumluq olur. Dişi fərddə cüt yumurtalıq olur ki, orada kürlər əmələ gəlir və bildiyiniz kimi balıqlarda mayalanma su mühitində gedir. Deməli, dişi fərd kürləri su mühitinə tökür. Erkək fərdlər ağ rəngdə toxum mayesini ora buraxır ki, onun içərisində spermatozoidlər olur. Kürünün mayalanmasından sonra bax, burada təsvirdə gördüyünüz kimi həyat dövriyyəsi göstərilibdir. Yetkin fərdlər, dişi fərd, deməli, gördüyünüz kimi kürünü tökür. Erkək fərdlər toxum mayesini onun üzərinə buraxır. Mayalanmış yumurta, gördüyünüz kimi rüşeyim, çox hüceyrəli rüşeyim və nəhayət süfrə mərhələsi əmələ gəlir ki, süfrə mərhələsində olan bu körpələr gördüyünüz kimi yumurta sarısı
Bax, bunlarda görürsünüz, sarı maddə mövcuddur. Sarılıqda olan ehtiyat qida maddələri, bunlarda hələ ağız formalaşmayıb. Onların qidalanmasını təmin etmiş olur. Nəhayət körpə və yetkin fərd yaranmış olur və beləliklə balıqların həyat dövriyyəsi yaranmış olur. Elə balıqlar var ki, məsəl üçün, köpək balıqlarıdır, skatların bəziləridir. Onlarda cütləşmə orqanı var. Erkək fərdlərdə kopulyativ orqan hesab olunur. Onun sayəsində onlar deməli mayalanma dişi fərdin bədənində həyata keçirilir. Yumurta borusunun genişlənmiş hissəsində rüşeym inkişaf edir. Doğulduğu andan müstəqil həyat tərzi keçirməyə başlayırlar. Suda-qurda yaşayanlara gəlincə, bildiyiniz kimi suda-qurda yaşayan canlılar metamorfoz həyat tərzi dövriyyəsi keçirmiş olurlar. Bildiyiniz kimi yazda erkək və dişi olan qurbağalar cüt-cüt ayrılırlar. Kiçik su nohurları olan yerlərə toplaşırlar. Ora çürü tökürlər. Mayalanmış çürüdən isə rüşeym əmələ gəlir. Rüşeymdən isə bax bu gördüyünüz kimi çömçə quyruq adlanan balığa oxşayan forma əmələ gəlmiş olur ki, bunlarda balıqların xüsusiyyətləri mövcud olur. Belə ki, quyruqda üzgəcin olmasıdır, yan xətt orqanının olmasıdır, 2 kameralı ürəyin olması, bir qan dövranının olması, ürəyində venoz qanın olması, bunlar hamısı gördüyünüz kimi çömçə quyruqda olan xüsusiyyətlərdir və onlar həmçinin də xarici qəlsəmələrə malik olurlar ki, bu da onların suda həll olmuş oksigenlə tənəffüsünü təmin etmiş olur. Onlar inkişaf elədikcə çömçə quyruqlarda əvvəlcə arxa ətraflar, sonra ön ətraflar əmələ gəlir, quyruq qısalır və nəhayət yetkin qurbağa yaranmış olur və onlar heyvani mənşəli heyvanlarla qidalanmış olurlar. Sürünənlərin inkişaf dövriyəsinə gəlincə, həyat dövriyəsində sürünənlərə bildiyiniz kimi sürünənlər də ayrı cinsiyyətlidir. Çoxalmaları quru mühitdə gedir. Quru mühitdə çoxalma ilə əlaqədar mayalanma bunlarda da daxildir. Bunlarda erkək fərdlərində spermatozoidin klaukaya ötürülməsini təmin edən xüsusi cütləşmə orqanı vardır. Yumurta borusunda mayalanmış yumurta, deməli, yumurta sarısı ilə zəngin olur. Yumurtadan yetkin fərdə oxşayan balanın inkişaf etməsi isə quru mühitində olur. Bax, gördüyünüz kimi suda yaşasa da dəniz tısbağası quru mühitinə çıxır, qumlu yerlərə öz yumurtalarını qoyur. Yumurtadan çıxan balalar isə yetkin fərdə oxşuyur. Yəni, bunlarda inkişaf düznədir. Amma elə sürünən var ki, onlarda cütləşmə orqanı mövcuddur. Məsələn, adi cürzədə yumurta borusunda artıq cürzənin rüşeyminin inkişafı həyata keçirilmiş olur. Odur ki, onlar diri balığa doğurlar. Quşlara gəlincə, yəqin ki, quşları hamınız daha yaxından tanıyırsınız. Onlar da ayrı cinsiyyətlidir. Bildiyiniz kimi quşlarda erkək fərdlər daha yaraşıqlı, daha iri ölçülü olur. Onları asanlıqla ayırd etmək olur. Bir-birindən erkək və dişi fərdləri və bilirsiniz ki, quşlar da yuva qurur, bala çıxarmaq üçün yumurta qoyurlar. Bunlarda da mayalanma daxildə gedir. Bildiyiniz kimi quşlarda yalnız deməli, sol yumurta borusu qalmışdır. Sağ isə reduksiya olunmuşdur. Sol yumurta borusunda yumurta hüceyrənin mayalanması və rüşeymin nisbətən inkişaf eləməsi həyata keçirilir. Amma balanın tam formalaşıb yumurtadan çıxması isə yuvada ana bala onun üzərində kürt yatan zamanı o müddət başa çatdıqdan sonra əmələ gəlmiş olur. Bildiyiniz kimi yumurta hüceyrənin içərisində rüşeym diski, bax, burada təsvirdə göstərilibdir. Rüşeym diski, yumurta sarısı, yumurtanın ağı mövcuddur ki, yumurta sarısında ehtiyat qida maddəsi mövcuddur ki, o, bax, bu rüşeymin inkişaf eləməsi üçün lazım olan qida ilə onu təmin etmiş olur. Bax, burada isə gördüyünüz kimi yumurtalıqdır, yumurta borusudur. Yumurta borusunda yumurta sarısının formalaşması, nəhayət yumurtanın üzərinin möhkəm örtü ilə örtülülərək klaukaya ötürülməsi və oradan isə bədəndən xaric olması həyata keçirilmiş olur. Və quşlar bilirik ki,
ola bilər ki, cücəli balaya malik olsunlar və yaxud da ətçə balaya. Bax, gördüyünüz sərçənin balası ətçə bala hesab olunur. Onların gözləri yumulu vəziyyətdə olur, qulaq dəlikləri bilinmir, üzərində lələk örtülü olmur, aciz olurlar, göz qapaqları bağlı olur və s. Bax, belə bir quruluşda olanda onlar ətçə bala. Göyərçinlərdə də belədir, qaranquşda da belədir. Amma elə misal toyuqlardır, ördəklərdir, bildiyiniz kimi onlar da yumurta qoyur. Yumuşaq qu lələkləri ilə örtülü olan gözləri açıq balalar əmələ gəlir ki, bunlar cücəli bala hesab olunurlar. Baxaq, burada məməllərin bildiyiniz kimi məməllər də onurğalı heyvanlara aiddir, amma onlarda çoxalma bir qədər fərqli xüsusiyyətə malikdir. Belə ki, çoxalma xüsusiyyətinə görə məməllər 3 qrupa bölünür. Yumurta qoyanlar, kisəllər və plasentalılar. Bax, bu gördüyünüz kimi bunlar, bax, bu ördəkburun yumurta qoyan məməlidir. Kenguru kisəli məməliyə aiddir. Bax, bu yuxarıda gördüyünüz isə plasentalı məməliyə aiddir ki, hansı ki onda balanın inkişafı xüsusi əzələli orqan olan balalıqda həyata keçirir, rüşeyimin inkişafı. Rüşeyimin inkişafı etməsi üçün onun xarici xovlarının bir hissəsi balalığın deməli sel-içilik inşasına daxil olaraq əvvəlcə rüşeyimin deməli qidalı maddələrlə, oksigenlə təminatını təmin etmiş olur. Sonra isə o plasentaya çevrilir. Plasentada deməli döl inkişaf eləyib doğulana qədər deməli həmin dölü qidalı maddələrlə, oksigenlə təmin etmiş olur. Bilirsiniz ki, məməllər doğulmuş balalarını südlə bəsləyirlər. Yumurta qoyan bunlarda da mayalanma daxildə gedir. Bildiyiniz kimi deməli məməllərin yumurta hüceyrələri digər onurğalı heyvanların yumurta hüceyrələrindən fərqlidir. Adətən bu plasentalı məməllərə aiddir. Belə ki, onların yumurta hüceyrələri mikroskopik olur və erkək cinsiyyət hüceyrələri də spermatozoid adlanır. Onların mayalanmasından zigot yaranır. Zigotdan çox hüceyrəli rüşeyin, dölün inkişaf eləməsi, nəhayət diri bala doğma ilə həyata keçirilmiş olur. Əksəriyyət məməllərdə belədir. Amma ola bilər ki, bax, bu ördəkburundur. Gördüyünüz kimi ördəkburunda həm sürünənlərin, həm də quşların əlamətləri mövcuddur. Amma bunların məməlləri ona görə daxil eləyirlər ki, bunların doğulmuş balaların bəslənilməsi südlə həyata keçirilir. Dərilərində süd bəzləri olur. Onların axarları bilavasitə dərinin üzərinə asılır. Bala onu yalamaqla inkişaf edib böyümüş olur. Bunlarda klauka mövcuddur. Daxildə mayalanma gedir. Yumurta qoyurlar. Yumurtanın üzərində bir neçə gün kürt yatırlar və balanı çıxarmış olurlar. Kisəli məməllərə gəlincə bunlarda ya plasenta olmur, ya da zəif inkişaf eləmiş olur. Bunların elə bil ki, balanın inkişafı az bir miqdarda vaxtdan sonra rüşeyin bala doğurlar, kiçik ölçülü və onlar sonraki inkişaf mərhələsini bax bu kisədə həyata keçirmiş olurlar. Və beləliklə də orada da yenə südlə bəslənmə həyata keçirilmiş olur. Və beləliklə biz onurğalı heyvanların ayrı-ayrı siniflərinə məxsus canlılarda çoxalmanın getməsi ilə tanış olduq. Həyat dövriyəsi necə baş verir, onu müəyyənləşdirməyə çalışdıq. Bu qədər, qalanı isə növbəti dərsimizdə vaxtla əlaqədar olaraq sağ olun.